Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Yılın 3-cü həftəsində bu büdcələr maliyyə məsələlərində daha diqqətli olmalıdır. Salam, hörmətli izləyicilər. Bu videoda yıl ayının 3-cü həftəsi üçün astroloqların maliyyə ilə bağlı proqnozlarına nəzər salacağıq. Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz üsulu deyil və təqdim edilən məlumatlar yalnız astroloji şərhlərə əsaslanır. Maliyyə qərarlarınızı qəbul edərkən şəxsi büdcənizi, gəlirlərinizi və ehtiyaclarınızı nəzərə almağınız tövsiyə olunur. Astroloq bildirirlər ki, yılın 3-cü həftəsində bəzi büdcələr üçün maliyyə baxımından müəyyən çətinliklər yarana bilər. Bu dövrdə gözlənilməz xərclər, impulsiv alış-veriş, düzgün planlaşdırılmayan büdcə və emosional qərarlar bəzi insanların əlavə maliyyə yükü ilə qarşılaşmasına səbəb ola bilər. İlk olaraq əkizlər bürcünə nəzər salaq. Astroloqların fikrincə, əkizlər bu həftə emosional qərarlar verməyə daha meyilli ola bilərlər. Xüsusilə müxtəlif endirim kampaniyaları, cəlbedici təkliflər və planlaşdırılmamış alış-verişlər büdcəyə əlavə yük yarada bilər. Kredit kartından daha çox istifadə etmək gələcək aylarda ödəyişlərin artmasına səbəb ola bilər. Buna görə də alış-veriş etməzdən əvvəl ehtiyacları istəklərdən ayırmaq və aylıq büdcəyə uyğun hərəkət etmək faydalı ola bilər. Bürcü nümayəndələri üçün isə əyləncə, istirahət, səyahət və şəxsi görünüşlə bağlı xərclərin arta biləcəyi bildirilir. Gəlirdən artıq xərc etmək ayın bu mərhələsində maliyyə balansını poza bilər. Astroloqlar tövsiyə edirlər ki, böyük məbləğli xərclər etməzdən əvvəl büdcə diqqətlə qiymətləndirilsin və lazımsız alış-verişlərdən mümkün qədər uzaq durulsun. Oxatan bürcü üçün gözlənilməz xərclərin ön plana çıxa biləcəyi qeyd olunur. Bu xərclər xüsusilə səfərlər, avtomobilin təmiri, texniki xidmət və ya məişət texnikası ilə bağlı ola bilər. Astroloqlar hesab edirlər ki, iri məbləğli alış-verişləri bir qədər təxirə salmaq və əvvəlcədən maliyyə ehtiyatı yaratmaq daha məqsədə uyğun seçim ola bilər. Balıqlar bürcü nümayəndələri isə yaxınlarına maddi dəstək göstərmək və ya emosional təsirlə maliyyə qərarları vermək səbəbindən büdcələrində çətinliklə üzləşə bilərlər. Həftənin sonuna doğru əlavə vəsaitə ehtiyac yarana biləcəyi bildirilir. Buna görə də maliyyə planlamasını əvvəlcədən aparmaq və ehtiyat vəsait saxlamaq faydalı hesab olunur. Tərəzi bürcü üçün də bu həftə maliyyə baxımından ehtiyatlı olmaq tövsiyə edilir. Gözlənilməz ödənişlər, gündəlik xərclərin artması və planlaşdırılmayan alış-verişlər əlavə maliyyə yükü yarada bilər. Astroloqlar hesab edirlər ki, bu dövrdə hər bir xərci əvvəlcədən planlaşdırmaq və büdcəyə uyğun davranmaq daha düzgün yanaşma olacaq. Ümumilikdə, astroloqların fikrincə, yılın 3-cü həftəsində əkizlər, şir, oxatan balıqlar və tərəzi bürclərinin maliyyə məsələlərində daha diqqətli olmaları tövsiyə edilir. Gözlənilməz xərclər, emosional alış-veriş və düzgün planlaşdırılmayan büdcə bəzi insanlar üçün əlavə maliyyə çətinlikləri yarada bilər. Bir daha xatırladaq ki, bunlar astroloji şərhlərdir və hər bir insanın maliyyə vəziyyəti fərdi şəraitdən asılıdır. Maliyyə qərarları qəbul edərkən gəlirlərinizi, xərclərinizi və uzun müddətli planlarınızı nəzərə almağınız daha məqsədə uyğundur. Videomuzu izlədiyiniz üçün təşəkkür edirik. Yeni xəbərlər, faydalı məlumatlar və gündəmdə olan mövzular üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində bizimlə paylaşmağı unutmayın.